Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Bugün isə Xırdalan şəhərin mərkəz bir ərazisində, prospekt yolun kənarında, kubcalı, 3 otaqlı, təmirli və əşyalı olaraq satılan bir mənzil çəkib təqdim edirəm. Deməli, mənzilimiz 5 mərtəbəli binanın 3-cü mərtəbəsidir. Ümumi sahəsi 75 kvadrat, satış qiyməti 100 min manat, videoda görünən bütün əşyalar qalır. Binada tam yaşayış var, prospekt yolunun kənarıdır, yerləşmə çox əla bir yerdir, Xırdalan şəhərin giriş hissəsidir. Gözəl bir yerdə yerləşir, yol kənarı binadır, bina özü də sərgəli bir binadır. Deməli, mənzilin qonaq otağıdır, qonaq otağının baş tərəfində, burada sol tərəfdə mətbəx hissəsidir. Paltar yuyandır, soyuducudur, burada köhnə-külə mebellər yığılıblar. Divan, kreslo, stol, stul, belə mənim nənəmin cehizliyindən qalan stol, stullardır. Burada da bax, nənəmin cehizliyindən qalan bir dənə raskladuşka var. Yataq otağıdır. Nəysə, bu köhnə əşyalar önəmli deyil də. Vallahi bu köhnə əşyaları əşya deməyə dilim gəlmir, amma nəysə. Bu əşyaları saymıram. 75 kvadratdır, 100 min manatdır. Kubcalı, 3 otağa düzəlmə bir mənzildir. Mənzilimizin əsas giriş hissəsidir. Mən anadan olanda bu şkaflar təzə moddaydı. Nəysə. 75 kvadrat, 100 min manat. 75 kvadratdır, 100 min manatdır, 3 otağa düzəlmə bir mənzildir, kubcalı bir mənzildir. Belə köhnə-külə əşyalarla almaq istəyirsinizsə əlaqə saxlayıb gəlib ala bilərsiniz.